İyulun 1-də saat 10:10-da Bakıda keçiriləcək açıq hərracda müxtəlif dövlət qurumlarının balansında olan bir avtomobil satışa çıxarılacaq. Qısa xəbər. Azın məlumatına görə hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunur. Satışa çıxarılan nəqliyyat vasitələri və start qiymətləri aşağıdakı kimidir. Kaza 2018-ci il 5200 manat, Nissan Sunny 209-cu il 6900 manat, Hyundai Elantra 209-cu il 8900 manat, Honda Accord 2010-cu il 8400 manat, Toyota Camry 2014-cü il 21000 manat, Toyota Camry 2014-cü il 21005 manat, BMW 730-206-cı il 8200 manat, Volkswagen Passat 2013-cü il 8000 manat, BMW 730-206-cı il 11000 manat, Volkswagen Passat 2014-cü il 9000 manat, Nissan Pathfinder 200-cü il 5000 manat, BMW 206-cı il 12000 manat, Lexus 2013-cü il 13000 manat. Avtomobilləri almaq istəyənlər Auksion.az saytından ətraflı məlumat əldə edə və satışdan öncə avtomobillərlə tanış ola bilərlər. Hərracda iştirak üçün o% beh ödənilməli. Sifarişçilər şəxsiyyətlərini təsdiqləyən sənədləri təqdim etməlidirlər.